Bugün sizə internet dünyasının ən böyük sirlərindən birindən Kenny Witch hekayəsindən danışacağım. Təsəvvür edin, bir adam çöldə sirli bir mağara tapır, bunu internetdə paylaşır və hamı onunla məzələnir. O da mağaranı kameraya çəkib, sübut etmək üçün səhraya gedir və bir daha heç kim ondan xəbər ala bilmir. Gəlin baxaq, Kenny'yə əslində nə oldu? Salam dostlar, sizinlə qaranlıq sirlərdir. Kanala abunə olmağı, like etməyi və şərh yazmağı unutmayın. And something about that cave just spooked me out of all the caves I've ever gone in. This one just made my body. İndi isə gəlin ən maraqlı və insanı dəhşətə gətirən o hissəyə keçək. Əslində Kenny'yə nə oldu? İllərdir internet bu sualın cavabını axtarır və ortaya atılan real faktlar adamın tükünü ürpərdir. Bəziləri deyir ki, o qaranlıqda həmin dərin quyulardan birinə yıxılıb. Amma bu hekayənin arxasındakı ən dəli və ən çox danışılan nəzəriyyə bilirsiniz nədir? Bu hadisənin baş verdiyi yer dünyadan gizlədilən məşhur 51-ci zona hərbi bazasına və Nellis hava qüvvələri poligonuna çox yaxındır. İddialara görə Kenny təbii bir mağara yox, dövlətin çox gizli yeraltı bunkerlərindən birinin girişini tapmışdı. Ora yaxınlaşanda bədəninin titrəməsi isə sadəcə qorxu deyil, ərazini qoruyan gizli sonik və elektromaqnit hərbi silahların təsiri idi. İkinci dəfə ora kamerayla gedəndə isə radarlara düşdü. Yəni adam görməməli olduğu bir şeyi gördü və hökumət agentləri tərəfindən heç bir iz buraxılmadan ortadan qaldırıldı. Telefonu isə sadəcə iz azdırmaq üçün quyunun yanına atıldı. Amma hadisəyə tamamilə fərqli və real bir tərəfdən baxanlar da var. Məsələn, Nevada səhrasının amansız təbiəti və vəhşi heyvan təhlükəsi. Bu çöl təkcə istidən ibarət deyil. Bura çöl canavarları, kayotlar, dağ şirləri və çox zəhərli ilanların məskənidir. Kenny tək idi. Yanında heç bir silahı və ya özünü müdafiə vasitəsi yox idi. Bir anlıq ilan sancması və ya vəhşi heyvan hücumu onun hərəkət qabiliyyətini tamamilə məhdudlaşdıra bilərdi. Səhrada yaralı halda qalan bir insanın bədəni istinin və yırtıcıların təsiri ilə bir neçə günün içində tamamilə yox ola bilərdi. Güclü çöl küləkləri və durmadan yerini dəyişən qum fırtınaları isə onun qalıqlarını qısa müddətdə bastırdı. Bəlkə də axtarış qrupları onun cəsədinin cəmi bir neçə metrliyindən keçmişdilər. Amma qum hər şeyi gizlətmişdi. Digər bir çox real nəzəriyyə isə coğrafi tələlərdir. Nevada çölü minlərlə tərk edilmiş xəritədə qeyd olunmayan köhnə qızıl və gümüş mədənləri ilə doludur. Bu quyuların dərinliyi yüzlərlə metr olur və ağızları torpaq sürüşməsi və ya quru kollarla örtüldüyü üçün tamamilə görünməz hala gəlir. Kenny həmin gün yanına fənər belə almamışdı və çöldə qaranlığa qaldı. Addımını atarkən yolu görməyib, canlı-canlı o dərin quyulardan birinə düşmüş ola bilər. Telefonu da məhz elə bir quyunun ağzında sürüşmə anında cibindən düşərək qaldı. Bu quyuların içi illərlə yığılıb qalan zəhərli metan qazı ilə dolu olur. Kenny yıxılarkən sağ qalsa belə kömək çağıra bilmədi və o qazı udduğu üçün qısa müddətdə huşunu itirib dünyasını dəyişdi. Axtarış qrupları bu quyuların hamısına enə bilmədiyi üçün o hələ də oradadır. Bəs hadisənin psixoloji tərəfi? Kenny'nin sevgilisi Sherry illər sonra etiraf etdi ki, Kenny ağır depressiyada idi, borcuları vardı və ən qorxulusu onun atası da vaxtilə intihar etmişdi. Bəlkə də Kenny intihar etmək istəyirdi. Sadəcə ailəsinə bu acını yaşatmamaq üçün M mağarası adında bir əfsanə uydurdu ki, arxasında acı bir intihar deyil, illərlə danışılacaq böyük bir sir qoysun. Hətta onun intihar etmədiyini, saxta sənədlərlə sərhədi keçib Meksikada tamamilə yeni bir həyata başladığını düşünənlər də az deyil. Bəs siz nə düşünürsünüz? Sizcə hansı doğrudur? Kenny sadəcə səhranın amansız şəraitinin və ya coğrafi quyuların qurbanı oldu, yoxsa dövlət sirrinə toxunduğu üçün yox edildi? Bu sirli hekayə haqqında öz fikirlərinizi mütləq şərhlərdə yazın. Sağ olun.